uğurlu siyasət, ulu öndər, bəri döndər. Sonra İlhamla irəli, soxum içəri, çək bəri. Trolların şüarlarda Mehman. Bak İlhamla irəli, soxum içəri, çək bəri. Sonra bir də Mehriban. Gəl gir bu deməyə, yazda çıxarsan yeməyə. Mehribanın şüarı da budur. Dəyənləmədən bunların anasını ağladacaq. Canavar gəldi, aslan gəldi, bir aslan da Ağsaqqal dayımız gəldi. Bu gün Mehmanla bu kino çəkməli idi. Sən bilirsən bizim hələ qabaqda bir 50 efirimiz var, 50 seriyamız var hələ. Hələ 7-cindəyik. Mehman salam. Mən ilk dəfə ki, hörmətli izləyicilər, ilk dəfə ki İlqar bəyi belə əsəbi görmüşəm. İlk dəfə, bax biz hər gün İlqarla danışırıq. Efirləri planlaşdırırıq, kinoları planlaşdırırıq. Mən İlqarın ağzından belə agresiya görməmişdim. Mən şokda. Vallahi mən də. Arkadaşlar, mən qabaq Qabil söyəndə bəzən elə özünə demişəm, qınamışam. Demişəm ay Qabil, bəlkə başqa cür bir mübarizə aparaq, bəlkə bir şey eləyək, Elşada demişəm. Ancaq görürəm ki, qardaş, biz sakit durduqca bu oğraşlar bizi erməni eləyir, bu oğraşlar bizi narkoman eləyir, bu oğraşlar bizə 15 il iş verir. Alonanı sikən Azər mənə 15 il iş verirlər. Ay oğraş, get Azəri tut da. Alona mən sikməmişəm ki. Get sən Azəri tut. Mənlə Mehman Alonanın cırıq olmasını ortaya qoyanda o oğraş İlham Əliyev namussuz arvadı qəhbə çıxıb deməli idi ki, ay Mehman, ay İlqar, çox sağ olun, üzürlü hesab eləyin, xalqım. Mən bu Alona qəhbəni Odessaya kimi qovacam. Yəni mən bilməmişəm, bir poxtu yemişəm. Ancaq o neynədir? Qəhbəsi çıxdı Münxendə, əllərini belə elədi Mehriban. Çıxdı Münxendə, başladı lotu kimi Panyatka ilə danışmağa, təhdid etməyə. Yəni, əziz qardaşlar, mən söyməyim, nətər eləyim? Təklifi qəbul eləyərdiniz məncə. Ət Leyla təklif qəbul etməyə nə var? Leyla içən kimi, nəşədən çəkən kimi onun bunun ayağına tullanır. Leyla özü şortu qəhbənin biridir. Leyla, mən sadəcə deyirəm, bu Elman Bayramov mənə deyib ki, sənin ağlın yoxdur. Bu sənə deyir, bütün günü sənin üstünə uzanır, bütün günü sənin üstünə qaçır. Mən həmişə belə dost kimi qucaqlayıb bir bəhənə tapırdım, aradan çıxırdım. Yəni yaxın durmurdum. Ancaq akazsa bunlarınki gərək bunları sikəsən ki, bunları sənə hörmət eləsin. Bunları sikməyincə, bunları söyməyincə, bunlara ləzzət eləmir. Bunların dilini akazsa Qabil. Birinci sən bilmirsən, ha. Birinci sən bilmirsən və bunların dilini biz hamısı sən qılamışıq. Demişik ki, ay Qabil söymə, ay Qabil etmə, ay Qabil elləmə. Ancaq qardaş bunlar başqa dil başa düşmür. Bunlar qardaş siz çox dəhşət danışdınız. Polad Bülbüloğlu, Səfir Getməzad, bu Mehribanla əlaqəsi bunlar. Mən dəhşətcə baxdım, efirə verin, dəhşətə gəldim. Onu zəhmət olmasa bizim izləyicilər üçün də bir. Yəni biz bilirik hər şeyin sübutu sizdə var. Ay qardaş, bax, gəl sən də, Mehman da çox yaxşı bilir. Nazir olan adam, prokuror olan adam, səfir göndərmək nə deməkdir? Mən izah edeyim. Aşağı vəzifə sındırmaq. Yəni aşağılamaq da, yəni bunu nakazaniya. Bu o vaxtı Polad nazir olanda bu Mehribanla arada bir görüşürmüşlər. Bu Elman Bayramov deyir, Yaqub Eyvun qohumu. Yəni mən nə eşitmişəm, nə almışam onu da satıram. Yəni mən o sözü başqa adamın ağzından eşitməmişəm. Fakt rəsmən birbaşa Elman Bayramovun ağzından eşitmişəm bu sözü. Deyib ki, bu İlham Əliyev harasa bunlar tədbirdə olublar, məclisdə olublar. Polad da bicin biridir. Ha, Polad tanıyanlar hamısı bilir. Polad mənim artıqlarımı həmişə gedib yalayırdı. Gedib burada məndən olanda çıxırdılar Minskiyə, zaten qumar oynayırdılar. Mənim artıqlarım... O da, çox üzr istəyirəm, o da tüylü mamış yalayan dəstəyə aiddir, belə deyək də. Polnu. Bunlar hamısı. God Nisanov, Elman Bayramov, nə bilim bu Vladislav Yusupov, German Zakharyayev, Polad, nə bilim bunlar hamısı bir dəstədəndirlər. Bunlar hamısı özü də oğraş Elman mənə özü şəxsən deyib İlham Əliyevlə belə daroşkalar eləmişik. Bir yerdə mənə bir şəkillərini göstərdi ki, saunada zatda necə biz bir yerdə iynəmişik, bir yerdə ikimiz birini qayırmışıq. Sonra bu Elman Bayramov olan məxluq bu Narışkindən hamamda tutmuşduq. Onu bax Qabilin, Mehmanın cana, Telman İsmailov yəni sağ adamdır. Özü də Telman İsmailov hörmətli qardaşdır, mən qətlini çox istəyirəm. Onun da torbasını God Nisanov tikibdilər, onun da bazarını, hər şeyini, həm indi onun yeri deyil. Mən o vaxtda deyəndə ki, bu Narışkindən Elmanı hamamda bir yerdə tutmuşuq, dedi, bunlar gecə gündüz bir-birini qayırırlar. Bunlar bir-birini qayırmayınca deyir, arvadlara bunlarda durmur. Yəni Telmanın sözünü deyirəm, mən durub, qardaş, heç bir vaxt, mən neçə illərdir məni tanıyırsınız, mən 5 ildir, 6 ildir efirdəyəm. Həmişə söz demişəm, sənət arxasında qoymuşam. Yəni Mehman məndən nəsə soruşdu, demişəm, mən Mehman. Bilmədiyim bir şeyi demişəm, bilmirəm. Demişəm, araşdıraram. Yəni sənətli sübutu olmadan heç bir vaxt danışmamışam. Ona görə bu əxlaqsız ailə, şərəfsiz ailə, bunlar öz ətrafında olanlar, hamısı bir-birinin arvadını qayırır, bir-birinin qızlarını qayırır, hamısı bir-birinin götlərini qayırır. Xalqımız sadəcə bilməlidir. Qabaqları mən deyirdim ki, cəhənnəm olsunlar, özləri bilərlər kim kimi qayırır, kim kimi yalayır, kim kimi nə poxuyur.
Ancaq bunlar Alona söhbətindən sonra 15 il maaş verəndən sonra dedim mən sizin var yoxunuzu da sikim, sizin nəslinizi də, sizin yaxın duranınızı da, sizin ətrafınızı da. Sizin buradan bir də qabilə olsa axırıncı gün söyləyəcəm. Nəslinizi, kökünüzü sikim ki bu millətin başına zülmlər gətirirsin. Bu milləti qəhbə eləmisiniz, bu milləti narkoman etmisiniz. Yəni mənim sözüm bu qədər. Cavan qardaşlarım, Mehman bir iki kəlmə desin, sən bir iki kəlmə de. Mən biraz tərliyirəm, soyuqlamışam. Mənim bir sualım olasıydı. Mehman buyur hələ sən bir sualı, mən bir dənə sualım var. Mənim sualım yoxdur. Mən sadəcə İlham Əliyevə və onun komandasına mənzərəni göstərmək istəyirəm ki, baxın siz insanları nə həddə çatdırmısınız, hansı vəziyyətə gətirmisiniz. İndi bu hələ İlqar Amerikadadır, sən Avropadasan, mən biz hələ ölkədən kənardayıq. Gör indi ölkənin içində olan vətəndaşların halı nə gündədir. İlham Əliyev bunu dərk eləməlidir. İlham Əliyev dərk eləməlidir ki, bu cəmaət bu Əliyevlər tayfasından boğaza yığılıb və onların axırı Qəddafinin axırı kimi olmayacaq. Qəddafi də yaxşı qurtarıbdı. Dalına armaturu soxublar, ölüb. Azərbaycan xalqı İlham Əliyevin dalına armaturu soxub öldürməyəcək. Biz ağzına kislorod da verəcəyik. Onu diri sap sağlam saxlayacağıq. Yəni insanlar onu Ay yox, Alona'nın amcığını ağzına soxar.